Salam. Bugün sənin bizimlə bölüşdüyün bir mənbə var. Adı münasibət strategiyaları. Nexting və Hold. Gəl birlikdə buna baş vuraq. Çox aktual mövzudur, elə deyilmi? Müasir tanışlıqlar üçün fərqli bir baxışdır deyərdim. Mənbə iki əsas strategiyadan danışır. Biri Nexting, yəni eyni vaxtda bir neçə potensial partnyorla danışmaq. Bir də Hold. Bu da, belə deyək, marağı canlı tutmaq üçün psixoloji yollardır. Məqsədimiz nədir? Bu mənbədəki əsas fikirləri anlamaq, məntiqlərini çözmək və əlbəttə, bu ikisini necə balanslaşdırmaq olar, onu sənin üçün aydınlaşdırmaq. Gəl başlayaq. Görək nədir bu strategiyalar? İlk olaraq Nexting. Mənbə deyir ki, bu hələ qəti qərar verməmişkən birdən çox insanla ünsiyyət saxlamaqdır. Bilirsən, ilk eşidəndə biraz soyuq səslənə bilər, amma mənbə deyir ki, məqsəd əslində duyğusal asılılıqdan qaçmaqdır, həm də öz dəyərini anlamaq. Faydaları da var imiş, daha çox seçim, bir də qarşı tərəfə mənim başqa seçimlərim də var mesajı vermək. Bu sonuncu xüsusilə maraqlı gəldi mənə, sən nə düşünürsən? Bilirsiniz, o onlayn platformaların yaratdığı bolluğa bir cavabdır sanki. Seçim çoxdur axı. Mənbə də bunu, belə deyək, özünü qoruma mexanizmi kimi ya da daha rasional qərar vermək üçün bir yol kimi təqdim edir. Yəni, bir adama çox bağlanıb, bəlkə də daha uyğun başqasını gözdən qaçırmayasan deyə, o tək seçim təzyiqini azaldır da. Amma əlbəttə bunun potensial mənfi tərəfi də ola bilər. Yəni, heç kimə tam fokuslana bilməmək riski. Mənbə buna toxunurmu, o da maraqlıdır. Düzdür, balans məsələsi var. Yaxşı, keçək o biri strategiyaya, Hold. Mənbə deyir, bu qarşı tərəfin marağını, həvəsini saxlamaq üçündür. Konkret nələrdən danışır? Məsələn, qeyri-müəyyənlik yaratmaq. Deyək ki, mesajlara dərhal yox, biraz gec cavab vermək. Və ya aralıqlı mükafatlandırma. Gah çox diqqət, gah az. Açığı bu biraz oyun kimi gəlir qulağa. İşarə etdiyi kimi bu qeyri-müəyyənlik, dəyişkən diqqət, beyində dopamin ifrazını artırır. Nəticədə maraq, hətta bağlanma güclənə bilər. Bilirsən, qumar prinsipi kimi bir şeydir. Amma mənbə təkcə bunu demir axı. Hold içində başqa şeylər də var. Məsələn, dəyərin nümayişi. Bu yəni boş-boş tərifləmək deyil. Öz hobbilərindən, məqsədlərindən həvəsən inamla danışmaqdır. Bir də sosial sübut. Bu da o deməkdir ki, başqalarının, dostlarının, çevrənin sənə dəyər verdiyini dolayı yolla göstərirsən. Bunlar hamısı birləşəndə qarşı tərəfdə, hə, bu insan dəyərlidir, onu itirmək olmaz fikri yarada bilər. Deməli, Hold təkcə mesajı gec yazmaqdan ibarət deyilmiş, çox daha qatlıdır. Yaxşı, bəs bu iki strategiya, Nexting və Hold, necə uzlaşır? Balansı necə tapmaq lazımdır? Mənbə nə deyir bu haqda? Mənbənin əsas tövsiyəsi belədir. Münasibətin başlanğıcında hələ heç nə ciddi deyilkən, Nexting daha aktiv ola bilər, amma Hold elementləri daha incə, yüngül tətbiq edilməlidir. Yəni, bir neçə nəfərlə danışırsansa, hər birinə qarşı yüngül Hold taktikaları istifadə etmək olar, amma vacib olan niyyətin aydın olmasıdır. Mənbə vurğuluyur ki, əgər hələ qərar verməmisənsə, bunu qarşı tərəfə əlbəttə incə şəkildə çatdırmaq lazımdır. Məsələn, hələ tam əmin deyiləm, amma səni tanımaq istəyirəm kimi. Ciddi münasibət axtarırsansa isə, mənbə deyir ki, Nexting mərhələsini çox uzatmaq olmaz, bir nəfərə fokuslanmaq daha yaxşıdır. Bu niyyətin aydınlığı, hə, bu çox vacibdir. Bəs o incə xət var, strategiya ilə manipulyasiya arasında. Mənbə bu fərqi buyurmu? Necə ayırd edir? Bəli, buna toxunur. Mənbənin yanaşması odur ki, bunlar soyuq hesablanmış oyunlar olmamalıdır. Daha çox özünü və münasibət dinamikalarını dərk etmək üçün şuurlu bir vasitə kimi istifadə edilməlidir. Və ən əsası, hər iki strategiyanın işləməsi üçün təməl nədir? Güclü şəxsi dəyər hissi və özünü daim inkişaf etdirmək. Yəni mənbəyə görə məqsəd özgüvənsizliyi maskalamaq deyil, əksinə, mövcud olan dəyəri düzgün şəkildə ortaya qoymaqdır. Mənbədə konkret bir ssenari də var idi deyəsən. O balansı göstərirdi. Neydi o? Hə, məsələn, belə bir ardıcıllıq təklif edilir. Həftədə 2-3 yeni insanla tanış ol, Nexting. Sonra mesajlara deyək ki, 1-2 saat sonra cavab ver. Diqqəti bəzən çox, bəzən az göstər. Bu da yüngül Hold. Və 3-4 görüşdən sonra əgər potensial bir namizəd varsa, onu seçib tədricən Hold texnikalarını azaltmaq, daha çox etimada, səmimiyyətə keçmək.
Aha, tədricən keçid nəzərdə tutulur. Başlanğıcdakı o qeyri-müəyyənlikdən daha möhkəm bir bağa doğru. Yaxşı, gəl yekunlaşdıraq. Bu mənbəyin əsas mesajı nə oldu? Mənə elə gəlir ki, nexting və hold bir-birini tamamlayan alətlər kimi təqdim olunur, əgər düzgün və şuurlu istifadə edilsə. Əlbəttə, şuurlu istifadə əsas məqamdır. Mənbə demək istəyir ki, bu dinamikaları başa düşməklə sən münasibətlərdə daha proaktiv ola bilərsən, pasiv dalıb hadisələrin axarına düşmək əvəzinə. Və burada sənin üçün əsas sual yaranır. Bu strategiyaları, onların arxasındakı psixologiyanı mənbəyin izah etdiyi kimi bilmək, sənin öz təcrübənə ya da başqalarının davranışlarını anlamağına necə təsir edə bilər? Və sonda sənin üçün daha bir düşüncə toxumu. Görəsən, müasir dövrdə münasibətlər üçün bu cür necə deyim, detallı, təyin olunmuş strategiyalara ehtiyac hiss etməyimiz ümumiyyətlə nəyi göstərir? Bəlkə də bizim bağlılıq anlayışımız dəyişir. Bu həqiqətən də üzərində düşünməyə dəyər bir mövzudur.